Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bu dəfə vloquma ATV-dən başlayıram. Son zamanlar hamı durmadan soruşur ki, artıq işləmirsiniz, işdən çıxmısınız. Bu suallara görə vloquma buradan başladım. Gəlmişəm işə. İşte bizdə hər yerdə kamera olduğuna görə elə qədər görüntülər çəkə bilmirəm, amma çalışdığım qədər çəkdim. Sonra isə abed vaxtını keçirdi. ATV-də klub deyilən bir yer var, bufetdir. Ora düşdüm ki, görüm orada kimləri görürəm. Gördüm ki, operator yoldaşım oradadır. Getdim onun yanına. Sonra isə rejissor yoldaşım gəldi. Və belə çay içdik, biraz söhbət elədik. Qoyaram. İlkin açıqsın. Burada iş yoldaşım mən açıqsın göstərir, kameralı açıqda hara baxsan oranı çəkir. Deyir, Türkiyədən almışam. Foşlanırsan da ömür boyu. Nədir o İlkin? Açıq. Nə var onun içində? Bunun içində nələr yoxdur? Bax, çəkil. Buradan eşidirsən. Burada işləyənlərə yarayar. Nə deyim? Burada işləyənlərə yarayar da. Əla. Məsləhət görürəm, bəyənilsin. Sağ ol. Səylə xanımın vlogunu izləyin, like edin. Bir dənə deyirlər, zınqıroyu basın. Yaxşı, sağ ol. Var ondan? Var. Sağ ol. Düzünə toy. Televiziyada nə gəzirsən? Burada isə artıq başladı bizim iş söhbətlərimiz, müzakirələrimiz. Yəni orada İlkin əslində Türkiyədə oxuyubdu deyə təhsilini falan görə. Ona görə deyir ki, yəni burada niyə oturmusan da, get xaricə falan o məqsədlə o sualı verir. Nəysə ki, belə biz burada biraz oturuq, deyirik, gülürük, danışırıq. Bu hissələri kiminlə çox xahiş elədi. Ona görə də vloqumda görüntüləri silmədim, saxladım. Qoy baxsın, uşaq da həvəslənir. Bir neçə operatordur ki, canlı efir vaxtı biz həm işləyirik, həm orada deyirik, gülürük, həm söhbət edirik, həm dərdləşirik. Hər şeydən yəni danışırıq da veriliş ərzində. Sevada məndə hər gün 5 gün, həftənin 5 günü canlı efir işləyirdik. Yəni ən çox düzdü saatı olan məndə idi. 3 saatdan çox idi mənim efirim. Elə sevincdə də mənim saatıma yaxın idi. İndi bizim efirlərimiz yoxdur deyə. Ona görə uşaqlar da bizim əlimizdə dincəlirlər. Yaxşıca qulaqları, başları dinc olub deyirik. Nəysə, inşallah ki, yeni sezondan efirlərimiz yenə də başlayacaqdır. Yenə də eyni tempdə işləməyə davam edəcəyik. Mən artıq 2013-cü ildən ATV-də çalışıram. Başqa yerdə işləmək heç ağlıma gəlmir. Elə biləm oraya öyrəşə bilmərəm. Düzdür, Bessəm bəlkə də gedib işləyərəm, amma ATV mənim üçün tam fərqlidir. Ora iş yeri kimi baxmıram. Ora gedəndə elə biləm göz evimdəyəm. Elə bil atamın evinə gedirəm. İtiraf edeyim. O vlogda özümə şəxsən yer istəyirəm. Özüm üçün like. Çaya görə də sənə təşəkkür edirəm. Hanı çay? Çay da çox gözəl, dadlı idi. İlkin alıb. Ömrümdə birinci dəfədir ki, neçə ildə bir işləyirəm sənə? Nə bilim valla. Neçə ildə atabilirsən? 5 il. Yəni 5 ildə birinci dəfə ki, çay alıb. O da gəlmədi, sağ ol. Nəysə, artıq iş saatımız yekunlaşır. Yavaş-yavaş evə getməyə hazırlaşırıq. Burada isə deyərsiniz ki, vlogda elə tez-tez saçımı düzəldir. Əlim saçımdadır. Çünki çöldə dəhşətli külək var. Saçımı pis günə qoyub, ona görə də tez-tez saçımı düzəldirəm. Gəlmişəm Rəhmi bağçadan götürüb. Sonra evə gedəcəm. Gedirəm evə. Maşından gəlmişik. Ona görə tez gedək. Sonra minərik. Liftdəyik. Gəldik, çıxdıq evə. Dəhşət külək var, saçım nə günlədir. Gedək, belə bir şey almışam. Ürəyim istədi. Rahimlə ikimizə belə bir şey almışıq. Rahimindir. Bunu da mən istədim. Gördüm marketdə, ürəyim istədi. Yeyək. Əlimin yarasına baxın. Ət dolu. Deməli, səhər yemək yediyimdir. Yəni, işdə də yemək yeməmişəm, prosta çay içdim. Acam. İndi hiss edirəm ki, acmışam. Bunu gördüm, ürəyim istədi. O, deyir, marketə ac girmək düz deyil, o düz söhbətdir. Adamın gözünə görsən, onu istəyir yemək. O vaxt ki, konfetdən qurt çıxdı. Ondan sonra marketdən nə alıramsa baxıram. Tartarı batıracaqsın. Qəşəydir.
50 qəpik aldım. Durun. Yemək falan hazırlayın. Axşama qonaqlarım var. Çay içim. Turalı gəlir, yanında düşün marketdə bir şey alım. Bu dəfə vlogumda çəkdim işimi. Məqın ki, maraqlı olar. Maraqlı olmasa bir də çəkməyəcəm. Hər dəfə də soruşursunuz. İşləyirsiniz, işləmirsiniz. Əlbəttə ki, işləyəm. Sadəcə o çəkmirəm. Hər şey çəkmirəm ki, vlogda. Vlogda hər gördüyüm işi çəkmirəm. Məsəl üçün yeyəm. İstəyirdim ki, bugün gedim şəhərə özümdən vaxt geçirdim. O da ki, hava dəyişək küləkdir, ona görə gedə bilmədim. Külək olanda yuxarı oluram. Mən də bilmirəm. Sən də bilmirsən. Ama bunu yiyeceğim. Belki sabah, belki öbürsü gün. Gidip tek gezeceğim. Evveler yiyirdim. Neyse, böyle. Deməli işdən gəldim evə. Biraz çay falan dəmlədim, içdim. Yumurtanı yoxlayıram, kənd yumurtası. Deyirəm, bundan xarab olar. Burada lobyalı yeyirəm. Mesela o gün də pişirdim, heç getdik, bacım gəldi. Getdim rayona, Tural da yiyən deyil də, qalıb xarab olub. Heyfim gəldi. Dedim, ondan deyim, onlar da sevirlər. Mən qatıqarda deməli qazmağı necə eləyirəm? Bir yumurta, məsəl üçün indi 2 xörək qaşığı un attım da içinə. Bir 2 xörək qaşığı da qatıq. Sonra duz, istiot, sarı kök. Bir də duru yağ. Əslən bunları mən çox göz qərarı edirəm, sadəcə sizə görə. Bu qədər bəs edir. 2 xörək qaşığı da duru yağ əlavə edirsən. Bir gözəl qazmaq alınır, bir gözəl alınır. Bir də qazmağın əgər quru çıxmağını istəmirsinizsə, biraz soda, bir damcı soda əlavə eləsəz bəs edir. Məndə məsəl üçün indi soda orada yuxarılarda arxaya düşürdü deyəsən. Gərək lap yuxarı yerə qoymuşam. Ona görə gərək stol qoyum ayağımın altına. Ona görə də mən bura qabartma tozu əlavə eləyəcəm. Elə bir ki, bir çimlikdə göz qərar. Deyəsən bu bitib heç. Biz niyə bitin? Rahim açır, xaladinki. Orada bitib. Oy, nə düşdü? O xaladinki alandan qapısı elə səs çıxardır. Elə bir ki, defektli çıxdı. Biz də dayı onu qaytarmadıq. Bir damcı. Başqa boyda düşdü. Bir də toyuq pişirəcəm, sos kimi eləyəcəm ki, Tural da yesin. Burada məncə pişər. Siz evə qonaqlar gələndə, anidən məsəl üçün kimsə deyir sizə gəlirəm. Onda nə pişirirsiniz? Nə ürəyinizdən keçir? Sizin üçün rahat olan nədir? Mən məsəl üçün belə düy eləmək rahat olur. Mən düyünüm belə yerəm, görəm xırçıltısı yoxdursa, demək bişib. Bura qoyaq süsəkdə. Sonra belə qoymuşsun. Buxar tuta bilər. Bismillah. Qalaq bir dənə.
Hava niyə belə oldu? Bir külək dayanır. Külək dayanır deyəsəm. Bayaq işə gedəndə çox nazik giymişdim, üşüdüm. Nə giyinəsən, qalın giyinirsən isti olur. Nazik giyinirsən soyuq olur. Bir də nə danışacağım bizə? Keçən dəfə mən atam haqqında danışdım. Mən biləm, həmişə mənə dəstək olan xanımlardan yazmışdı bir nəfər ki, ata evlənməlidir. Mən başa düşürəm. Ümumiyyətlə, hər kəs həyatını yaşamalıdır da. Necə? Hayda, bura bir şey atacaqdım, düyü içinə. Yadımdan çıxdı. Mənə elə gəlir ki, hamı öz həyatını yaşamalıdır, o heç. Kim bilən, bəzilərimiz deyə bilər ki, o da evlənməlidir, belə, elə tək ona qulluq falan. Təsəvvür edeyim, mən mamam rəhmətə gedəndən sonra işdə mən şöbə rəhbərimlə danışdım ki, mən 6-cı günlər işə gəlməyim, mən atamın yanına gedim, onun yeməyi falan, yəni təkdir də atam. Nənəmi elə bir ki, nənəm onda sağ idi, nənəm mamamdan 6 ay sonra rəhmətə gedib. Nənəmi bibim gətirdi, saxladı. Yəni orada oğlanları saxlamadı da, yəni heç biri fikirləşmədi ki, anamıza biz baxaq. Yəni burada gizlədiləsi, o deyir, eldən gizlədiləsi bir şey yoxdur, bunu hamı bilir. Bunu bir dənə bibim gətirdi, saxladı Bakıda. Atam da qaldı tək. Atamın da mən hər 6-cı gün, həftənin hər 5-ci gün axşam çıxırdım. Bazar günü axşamda qayıdırdım. Üstəgəldə hər gün səhərdə canlı efir və mənim işim naqruskalı idi. İndiki kimi rahat deyildi. Mən təsəvvür edin, səhər 9-a gedirdim işə. Bir də çıxırdım axşam 9-da, 8-də. Uşağım olurdu ki, bağçada kimsə qalırdı da orada yaşayan həyatında. Onların yanında qalırdı. Uşaq məhəllə gedib götürürdüm. Yəni Turalda geç çıxanda. Yəni o cür qrafiklə işlədiyim vaxtlarda mən atamı tək qoymamışım. Gedirdim. Bir qazan sulu yeməyi pişirirdim, bir qazanda dolma falan belə şeylər eləyirdim, çıxıb gəlirdim, evdə təmizləyib gəlirdim. Həmçinin gəlinimiz də gedirdi. O oradan yedirdim, mən amma hər həftə sonu yedirdim. Qardaşım da işinlə əlaqədar orada qala bilmirlər də onlar. Belə. Yəni o müddətdə də mundarçılıq elədi bəzi adamlar. Gedib atama tək qalır, insan psixologiyası pozulan vaxtda da gedib dedilər ki, sənin uşaqların səni atıb, sənə baxmırlar, neynəmirlər. Yəni belə yeri gələndə heç onların bəlkə də uşaqları bizim qədər fədakarlıq eləməzlər, bəlkə yox 100% eləməzlər. Amma onlar bizi, yəni atamızla aramızı elə vurmağa çalışdılar. Sonra da karantin düşdükcə mən gedə bilmədim. Rayonları bilirsiniz, onda yollar bağlı oldu. Həmin momentdə fürsət bildilər, atamı evləndirdilər. Yəni görmüşük ki, elə bir valideyn ümumiyyətlə elə bir moment olanda uşaqlarının razılığı olmalıdır. Yəni uşaqları ən azından biri orada olmalıdır. Ən azından biz olmasaq dörəyimiz gəlməsə, yəni qardaşımız iştirak edirdi. Heç qardaşımızın da xəbəri olmadan atamı adam tapıb evləndirdilər öz tərəflərindən. O da məlum məsələdə niyə öz tərəflərindən tapdılar ki, üzərinə rahat olsun, rahat yesinlər deyə. Bunun başqa bir açıqlaması ola bilməz. Yoxsa sən mənim məsəl üçün nə daxil var? Mənim əmim məsəl üçün tək yaşayır, yoldaşı rəhmətə gedib. Mən əmim uşaqlarının üstündən keçib gedirəm, əmkə səni evləndirim. Elə şey olar. Nə bilim, insan görək nə qədər qəlbi, nə deyimi, hansı kafada olasan ki, elə bir addım atmağı sənin ürəyin gələdir, ürəyin gələr. Yəni, o qədər qəddar olasan ki, ürəyin gələr. Yəni, biz ən azıda ki, ən çox niyə narazı olduq, onu deyəcəkdim. Mamamın ili çıxmadan, təsəvvürən, mamamın 3-ü olanda bu söhbətlər başlayıb getməyə. Yəni, bu nə dərəcədə düzdür? Nədir? O da məlum məsələ, nənəmə baxmamaqdan ötürü atama evləndirməyə başlayıblar. Adam axtarırmışlar. Yəni, anamın 3-ündən sonra, mənim 59 yaşında anam rəhmətə gedirdi. Siz nə hayda, siz yenə də özünüzü fikirləşirsiniz ki, ana nənəyə baxmağa adam olsun burada. Amma fikirləşmirsiniz bu uşaqlar nə fikirləşir, nə hiss keçirdir. Özünüzə əziyyət vermək istəmirsiniz. Nə olar ki, bir qocaya baxanda? Mənə çatmır elə şeylər. Vallahi, elə şeylər qəti şəkildə. Mən elə insanlardan, mən insanlığı ölmüş insanlardır elə fikirləşənlər. Onlar da ona görə, nənəyə görə atama beynini yedilər də. Bir sözlə beynini yedilər. Mən bəlkə də
bəzi vloqlarımda danışmışam ki, bizim evdən həqiqətən cadular tapılırdı. Biz nə qədər tapırdıq, gedirdik oranı təmizləyəndə nə qədər cadular tapırdıq. Evimizi cadu ilə doldurmuşlar. Bacımın yorğan döşəyi bizim evdə idi də cehizliyə. Onun gəldi ki, şey olub. Mən də bacım dedim, apar öz evə yığ da, orada niyə qoyursan? İçini doldururlar cadu ilə. Cəhənnəm, kimsə gedib yatar, qalar, işlədər, o daha yaxşıdır. Kimsə gəlib cadu düyünlərlə doldursun için, saplarla doldururdular içini. Nə bilim, danışılası deyildi valla. Biz ona görə narazı olduq ki, yəni daha doğrusu o şeyə görə qıcıq olduq ki, niyə bizim dünən anamızı torpağa tapşırıq, bugün atamızı evləndirməyə başlayırsınız. Bu söhbətə biz cırnamışıq. Buna biz narazılıq eləmişik. Biz ən azından deyim, sənin neçə illik həyat yoldaşındır, sənin bir anava baxıbdır. Mənim anam təzyiq xəstəsi idi. Anava baxıb da, tək ki, o yox, o qədər əziyyət çəkib mənim anam. Kötü yerdə yaşayanlar bilir də nə əziyyətlər çəkir. Onun qarşılığında hörmət bu idi. Belə olmalı deyildi. Allah, belə olmalı deyildi. Biz ona, o bizə toxundu. Və bunu bəzi qohumlarımız da onların sözünü deyir, ha. Deməkdən ki, düz eləməmsiniz, əminizin uşaqlarıdır, onlara vəkillik eləyirlər bəziləri. Nə deyim, valla, yaşaya da bilməyəcəklər bizim yaşadığımızı, nə deyəsən. Allah görür də. Allah görür hər şeyi. Niyə dilə gəldim? Mən belə işlər danışmaq istəmirdim, açıq bir-iki dəfə, o bir dəfə sizə dediyimi yazıblar şərtdə. Belə bir şey yazmışlar, ona görə danışım. Mən burada, siz utanın bəzi bu əməllərimizdən. Mən niyə utanıram ki? Vicdanım rahatdır. Övlad kimi də, insan kimi də, hər mövzuda mənim vicdanım çox rahatdır, çox şükür. Çox rahatam. Hər şeydə ümumiyyətlə. Attığım hər bir addımda rahat. Bəlkə də bilməyərəkdən günah eləyə bilərəm. Allah o günahımı bağışlasın mənim. Həmişə də elə deyirəm. Əlbəttə səhvsiz, günahsız insan yoxdur. Nə bilim. Mənim anam İmişlidən deyil. Özü də Ağcabədidə böyüyübdür. Yerazdır. Vedidəndilər. Atası da, anası da Vedidəndir, İrəvanlıdırlar. Mənim anam o rayona gəlməkdir də. Yad qızı sayılırdı orada. El arasında belə deyilir. Yəni, mənim anam rəhmətə gedəndə bütün kişili, qadını, uşaqlı, hamı ağladı da anam üçün. Həqiqətən. Elə adam yox idi ki, pis olmasın da. Gətirdim, işığı qurdum ki, işıqlı olsun. İşığı yanır. Boğulub. Artıq toyuğu pişirirəm. Buz istiyor. Biraz sarı kök vururam mən. Toyuğa sonra tomat vururam. Ancaq sarı kök. Yaxşı olur. Elə biləm, yağı çox attım. Tural şey olacaq, deyinəcək. Tural deyinəcək. Yağı çox vermişəm. Neyse, axır ki, yəni, sözüm yarım çıxardı bu mövzu haqqında. Bu mövzu haqqında çox danışmaq istəmirəm. Ancaq mən demək istədiyim ki, odur ki, bizim haqlı səbəblərimiz var da. Yəni, biz 59 yaşında ana rəhməti gedir. Heç olmasa bir il onun adətən bir il yas saxlayırlardı. Bir il heç olmasa onun heç 40 günün gözləmədilər də. Təsəvvürün, o bizə elə bir prinsipə saldı. Bizi qıcıqlandıran, əsəbləşdirən o idi ki, Nurjen, sən mənim 59 yaşında anam rəhmətə gedib gözləmirsə onun 40'ı çıxsın. Siz bu temanı açırsınız hansı üzrə. Və bəzi qohumlarımız istəyir ki, biz həmin o atamın qardaş uşaqlarından falan danışaq eləyək. Heç vaxt danışmaram, heç vaxt bağışlamaram. Yəni, anadan o tərəfi yoxdur. Mənim anamı itirən vaxtlarda məni anlamayıb, məni tülkü kimi hərəkət eləmək mən bağışlamıram. Mənim o vaxt onu bağışlayadım, gələrdi mənə deyərdi, ay əmi qızı, belədir, elədir, əmim belə deyir, lap atamın üstə atırlar da necə. Atam lap deyib də, sən gəl mənə bir məsləhət, sən mənə yaşıdsan, biz bir yerdə böyümüşük, bir qabda yemişik, bir yerdə yatmışıq. Sən gəl mənə birinci de, ondan sonra sən nəsə elə, amma sən tülkü kimi geviş görürsən, mənim xəbərim olmadı, mən saymadım. Bu nə deməkdir? Biz uşağıq, biz hərəmiz bir ailə sahibiyik. Əlbəttə məsləhətləşmək lazım idi. Eləmədiklərinə görə
Ona görə mən onları bağışlamıram. Bəzi qohumlarımız da deyir, ay ətvizdir, qanımızdır, nə bilim nə. Ətin qanındır, sən qohumluğunu davam elətdir. Yəqin ki, sənin də anan ölsəydi, səni də el eləsəydilər, hörmətsizlik eləsəydilər, sənin başının üstündən işiyorsa, sənin də anavın xatirələrinin izini bir evdən itirməyə çalışsaydılar, yəqin ki, sən həmin adamları öpüb başının üstə qoyardın. Yəni, o bizə bəzi insanlar irad tutur, onlara da sözüm. Yəqin başımızın üstə qoyardı öpüb. Amma Allah kaş isə də yaşadardı, kaş. Amma mənim yaşımda, bacım yaşında, qardaşım yaşında olanda, mənim 25 yaşım vardı, bacımın 29 yaşı var idi, anam rəhmətə gedəndə. Hələ biz mama uşağı idik, bilmirdik. Nədir? Nəysə. İndi də ki, indi heç nə demirik. Əlbəttə, hərə öz həyatını yaşamalıdır. Yaşasın, amma normal biri ilə yaşamaq lazımdır. Biz ora, o evə gedən deyildik də. Əslində, biz o evə kimsə gəlməyə razıyıq. Gedər başqa yerdə. Evlənərdi, başqa ev alardıq, orada yaşayardıq. Başqa. Amma bizim anamızın evinin içinə, cehizin içinə işlətmədiyi qabları işlədirlər. Mənə pis təsir edir. Başa düşdünüz, ona görə biz belə şey deyirik. Amma onu da cəhənnəm qoyduq bir kənara ki, atam xəstədir, adam o adını çəkmək istəyir, pis xəstəlikdən əziyyət çəkir. Ondan sonra biz getdik o qapıya. Ondan sonra tam tanışdırdıq. Ki, sabah mənim vicdanım rahat olsun. Mən hər şeydən birinci ümumiyyətlə, hər şeydən öz vicdanımı düşünən adamım. Mən o rahat olmalıdır. Biz onu elədik. Nə oldu? Baxırıq ki, indi həmin adam elə bir ki, nədir? Biz atama görə gəlirik ora. Sən kimsən ki, baxşı, mənim anamın evidir ora. Daha bu qədər danışdım bəsdir, bilirəm. Bəzilər bizdə oturub. Baxırlar, bu hadisəni törədənlər. Sizi Allaha tapşırdıq, vəssalam. Deyir, alma məzlumun ahın, alar ahəstə. Vəssalam, nə deyə bilərik? Onu da deyim ki, qızlar, vlogumun sonunu sən demə, çəkdiyim materialı notebook'a atmamışam, götür telefondan silmişəm. Ona görə də vlogum yarım çıxdı. Qonaqlarım olan hissələrdə çəkmişdim. Onların heç birinin materialı qalmayıb. Aş dəmdədir. Toyuq da hazırdır. Kartof, su falan atam biraz qovrulsun. Hazırdır. Mən gelin görüm harda qaldılar. Çox gecəyə gəlməsinlər. Gəlir söhbət edirik. Bir də görük gecə saat 2-3'dür. Gəlsinlər ki, rahat yayıq çəkəndə. Nəysə, bu mövzunu bir də danışdım da, bir də danışmayacağım. Sadəcə olaraq səhv anlaşılmayaq deyə mən danışdım bu şeyi ki, yəni mən də bilirəm də, amma həyatı yaşamalıdır. Biz də anlayırıq belə şeyi. Biz də ona görə istəyirik ki, onun qəlbinə dəyməyək, anlayış göstəririk də, istəyirik yanında olaq. Nə bilim, bir övlad kimi biz öz borcumuzu yerinə yetiririk. Kimə xoş deyilsə özü bilər. Sağlam olsa atam, mənim burada nə işim var, ya bacımın nə işi var, biz heç şey eləməliyik. Gəlsin həyatın yaşını tək, can sağ olsun. Eyb yox. Problemi var, xəstədir axı. İnsanın sizə bir söz deyim, evlənməklə deyil, insanın öz ailəsi, uşaqlarının anası, sənə canı yanan ancaq o ola bilər, sənin ailən, əmək verdiyin ailən, əmək verdiklərin sənin qədrini bilir. Canı yanır, ona görə də hamı öz ailəsinin qədrini bilməlidir. Bakda da danışmayacağım, yetərincə danışdım. Sizdə yükləmək istəmirəm, sadəcə mən istəmədim ki, kimsə mənə səhv anlasın, səhv başa düşülmək istəmirəm. Ona görə bu mövzuya təkrar qayıtdım ki, yəni, fikrimi izah eləmək istədim ki, nəyə görə narazı olmuşuq. Yoxsa atım sağ olsa deyərəm, get yaşa, həyatını yaşa. Get yaşa uzaqda. Arada gələrsən, bizə gedərsən. Mən görməyim həmin adam. Belirəm, elə diləmişdik, amma xəstəlik imkan vermişəm, məcburuq ki, gedək. Görür ki, atam da gedəndə sevinir, istəyir ki, biz gedək. Atam istəyir. Qadın böyük qüvvətdə. Burada deyirlər. Axşam gördüm ki, özümü çox pis sevirəm. Üşüyürdüm dəhşət dərəcədə. Gittim isti altında dayandım nə qədər. Ondan sonra biraz düzəldim. Elə bir ürəyim də bulanırdı. Elə bir soyuq virusa yoluxan kimi idi. Sonra çıxdım ki, Tural Geçibdən çay dəmləyib mənə. Çayı içdim. Özüm də zəncəfil dəmlədim. Burada da elə. Axşamdan elə içirik. Tural elə çox içmir, mən amma içirəm. Mən zəncəfil burada onu tez-tez eləyəcəm də, bu qalsın kuxnadakı için.
Gösterdim fitoya gedəm, utindi almağa. Utindini bilirsiniz, fito aptekdə satırlar. O kapsul formasında dedim ki, onu gedib alıb içəcəydim. Alacaqdım daha doğrusu, külək oldu deyə. Bugün getmədim də. Dəhşət külək var idi, uçurdur hər yeri. İşdən çıxdım da Rahimi götürdüm, gəldim evə. Seva ilə şeylədik, maşınla getdik deyə. Belə. Bu da mənim, baxın, belə yay çaşkasında dəmləmişəm. Zəncəfil. Dibində qalanda istiot kimidir, yandırır adam boğazı. Amma xoşuma gəlir. Çünki istəyirəm ki, boğazım elə bir göynür. Elə hiss edirəm. Göynəmək istəyir daha doğrusu. Kartoflar da ataq. Biraz qovurup tutacağım mesela. Sonra ise salat edeceğim. Ben onu çeken değilim. De konaklarım gelende çekeceğim.